Bəs siz bilirsiniz, bel ağrısının səbəbi pankreatit ola bilər? Pankreas mədə-altı vəzi onurğa sütununa yaxın qarının arxa divarında yerləşir və onun iltihabı zamanı ağrı epiqastral hissədən başlayıb sola doğru yayılır və belə vurur. Xəstə belim tutulub, disk ağrısıdır yəqin deyə fikirləşir. Amma burada çox xırda nüanslar var və siz bu nüansları bilsəz, pankreatiti bel ağrısından fərqləndirə biləcəksiniz. Pankreatitdə ağrı qida ilə əlaqədar olur. Əgər siz yağlı qida yeyirsinizsə, üstünə də spirtli içki qəbul edəndə bu ağrı kəskin artır. Pankreatitdə olan qusmalar, qusma əleyhinə preparatların təsirindən belə rahatlamır. Pankreatitdə ağrı beldən yox, qarının ön divarından başlayır və xəstə əli ilə qarnını göstərərək deyir ki, belim ağrıyır. Ağrı ağrıkəsicilərə tabe olmur və nəhayət ən dəyərli əlamət. Pankreatit olan xəstə xüsusi pozisiya alır. İrəliyə doğru əyilir, dizlərini qarnına yığır və bu vəziyyətdə ağrısı azalır. Amma disk yırtığında bu pozisiyada ağrı kəskin artır.